San Sebastian məhz İspaniyaya məxsusdur və İspaniyanın şimalında yerləşən bir şəhərin adını daşıyır. Və tanıdığım ən gözəl şeflərdən biri Mika. Neçə illər dostluq, ilk dəfədir belə bir video hazırlayırıq. Görək necə hazırlayırıq San Sebastianı. Nə lazım olacaq bizə Mika? Bizə lazım olan ingrediyentlər krem çiz, şəkər, yumurta, qaymaq, qarğıdalı nişastası və vanil. Yüksək dərəcədə hardasa 30-35 dəqiqə 250-240 dərəcədə. Mika, onun fərq edən xüsusiyyətləri nələrdir? Fərq edən xüsusiyyətləri yüksək dərəcədə bişməsi, alt hissəsinin olmaması Orada qayyeta olmur, yəni peçenya olmur alt hissəsində. Digər cheesecake'lərdə ola bilər. və üstü karamelizə olub yanıq tamı, bir də içərisində axışqan olması. Yavaş-yavaş, despacito. Despacito yavaş-yavaşdır. Mahnı oradan gəldi. Bütün ingrediyentlər otaq temperaturunda olmalıdır. Sirkələyib havasını çıxardırıq. İçində Sirkəliyib yoxsa silkəliyib? sirkələyib. Sirkə tökürsən içində? Sirkə Sərf tərpədib yəni. Bu nənəmin keksini oxşuyur. Floki məndən daha çox həyəcan.